Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hörmətli Instagram və TikTok izləyicilərim, hamınızı xoş gördüm və sizlərin xahişi ilə artıq bürcləri bir-bir deməyə başlamışam. Qoçu demişik, buğanı demişik və bu günləri kimlərin növbəsidir? Kimlərin növbəsidir? Mənim canciyərlərim, həmişə gözü yaşlı qalan, arzuları ürəklərində qalan, məhəbbətə çatmayan, qədir qiymətləri bilinməyən, özlərin hamının işinə yandıran, yanıb kül olan əkizlərin. Əziz əkizlərim, bu dəqiqə deyəcəm, amma xahiş edirəm hamınızdan. Çünki növbə ilə bürcləri deyirik və inşallah bürclər də bitdikdən sonra sıra gəlir illərə də deyəcəm. Və sıra ilə bilirsiniz də, indi əkizlərdir, əkizlərdən sonra xərçənglərdir, xərçənglərdən sonra o birisilər bir düz balıqlara kimi hamısını deyəcəm. Amma sizdən xahiş olunur ki, ay məni izləyənlər, ay mənə dəyər verənlər, ay bu paylaşıma baxan Instagram və TikTok dostlarım, zəhmət olmasa nə var ki, oradan barmağınızı bax, o plus işarəsinə ya təqib et işarəsinə onu basın, təqib edin və bəyənin, çoxlu kommentlər yazın, ilinizi, ayınızı, gününüzü yazın. Mən də sizin bütün bürcləriniz, illəriniz haqqında məlumat verim. Heç bir yerdə görmədiyiniz, eşitmədiyiniz 2026-cı il çılğın at ili nələr vəd edir? 12 bürcə, 12 ilə bunlar da deyim. Zəhmət olmasa çox xahiş edirəm bu paylaşımı hamınız bəyənin. Orada plus və yaxud da təqib et işarəsi var. Onu basın, təqib edin, paylaşın və altından da çoxlu yorumlar yazın. İndidən deyirəm, bəyənən barmaqlarınız var olsun. Təqib edən insanlar bu səhifə sizə uğur gətirsin. Hə, uşaqlar, bax mən sizə deyirəm ki, bax əkizlər, bürcü altında doğulanlar, çox adamlar mənə deyir ki, yox, filan aydan filan aya kimi, xeyr. Azərbaycanda bürcü, Azərbaycan televiziyasına gətirən elə mən olmuşam. Yəqin ki, yadınızda qalıb 90-cı illərdən sonra 90-cı illərin ərəfəsində Azərbaycan Dövlət Televiziyasında ASTV2, ASTV1 var idi. Orada ASTV2-də Sizin Ulduz Palınız proqramını aparırdım. Ondan sonra da ASTV1-də apardım. Həm ASTV2-də, həm ASTV1-də Sizin Ulduz Palınız proqramı apardım. Və neçə illərdə televiziyada oldum. Verilişdə tale yolları, etiraf verilişi, bütün verilişləri apardım və sonunda da yenə də bürcləri mən demişəm. Ona görə də mən yazdığım, bax, öz kitabımdan olan bürclərdir. Bunları təbii ki, illiyi mən özümdən yazıram, amma insanların xarakterlərini, bürclərin xarakterlərini deyirəm sizə. Yadınızda saxlayın, əkizlər bürcü altına doğulanlar 22 may ayının 22-sindən iyun 6-cı ayın 21-i daxil olmaqla əkizlər bürcü altına doğulanlardır. Bəli, əkizlər bürcü altına doğulan insanlar çox vəfalı olurlar. Kişiləri sədaqətli olur, ailə canlı olur, vəfalı olur, pul qazanan olur, biraz deyingən olur, biraz xarakteri emosional olur. Hər adamla yola getmir, amma sevdiyi insandan sarı canını verir. Əkizlər bürcü altında doğulan kişilər gözəl ailə başçısı olurlar, gözəl evlad sahibi olurlar. Əkizlər bürcü altında doğulan insanlar, istər xanımlar, istər bəylər, intellektual səviyyə malik olurlar, ziyalı olurlar, ondan sonra musiqiyə pərəst olurlar. Dünyada ən demək olar ki, tanınmış musiqi aləmində olan insanlar hələ əkizlər bürcü altında doğulan insanlardır. Əkizlər bürcü gözəl aratırlar, əkizlər bürcü gözəl idarə etmək qabiliyyətinə malikdir. Onların ruzlarını Allah verir, onların ürəkləri Allahla bağlıdır. Əkizlər bürcü altında doğulan xanımlar hər şeydə yarayırlar, amma məhəbbət sarıdan çox əzablar, əziyyətlər çəkirlər. Əkizlər bürcü altında doğulan xanımlar yanıb qovrulurlar. Çünki niyə görə? Onların öz istəkləri, öz sevgiləri ürəklərində qalır. Əkizlər bürcü altında doğulan elə xanımlar var ki, gecə yatanda Allahla danışır və gözlərindən həmişə yaşlar süzülür və elə xanımlar var ki, səhər duranda yastığının üstü öz göz yaşları ilə islanır. Əkizlər bürcü altında doğulan xanımların bəziləri çox vaxtı ürək çırpınması olur, ürək sıxılması olur, boğulmalar olur.
Stresə düşürlər, depressiyaya düşürlər. Hətta bu xanımlar həkimə gedirlər ki, güya ürəkləri ağrıyır, amma ürəklərində heç bir şey yoxdur. Çünki onların stres, depressiya, panik atak, fobiya meylləri həddindən artıq çoxdur. Niyə görə ki, onlar haqsızlıqla üzləşirlər. Onlar sevdiyi insana, dəyər verdiyi insana, qiymət verdiyi insana o qədər dəyər verirlər ki, həddindən çox. Və o dəyər verdiyi insanlar da bu dəyərdən istifadə edirlər. Onlardan istifadə edərək sonda onların məhəbbətinə, çəkdiyi əzablarına, əziyyətlərinə qiymət vermirlər. Vəfasız çıxırlar. Əkizlər bürcü 6-da doğulan insanlar, xanımlar da, bəylər də bilir ki, onların qarşısında olan insan yalan danışır. Bu vəfasızdır, bu yalancıdır, bu riyakardır, bu xəbisdir, bu kobuddur. Amma əkizlər bürcü 6-da doğulan insanlar alışqanlıq deyirlər. Onlar alışırlar o adama. O adama bağlanırlar və deyir eybi yoxdur, yalancı da olsa, yoxçu da olsa, nə olursa olsun bəlkə düzəlir, yetər ki məndən ayrılmasın. Bax, canların qurban verə gedirlər, sonda da vəfasızlıq, depressiya, stres baş verir və ondan sonra bunlar bağlı qapı arxasında qalırlar. Heç kimi görmək istəmirlər, heç kimlə danışmaq istəmirlər, qolları, qanatları yanına düşür və heç kimi necə demək, qəbul eləmək istəmirlər və xəyalən o sevdiyi insanların yanında qalırlar. Çox romantikdirlər. Çox adamlar deyirlər ki, əkizlər ikiyüzlüdür, ona görə də əkizlər xeyr, əkizlər ikiyüzlü deyil. Əkizlər yalancı deyil. Əkizlər əyilməz deyil. Əkizləri aldadan, əkizlərin gözün yaşlı qayan, əkizlərin işlərin yarıcı qoyan, əkizlərin bax bu ürəkləridir. Çünki onlar öz ürəklərinin qurbanı olurlar. Vəfalı olurlar, sədaqətli olurlar və həddindən artıq ürəkdən bağlanırlar o insana və bağlanandan da sonra artıq o insan vəfasız çıxır. Əkizlər də deyir ki, ta qutardı məndə, mənim artıq qara günlərim başladı, mənim işıqlı gələcəyim olmayacaq, mənim bəxtim qara qalacaq və ona görə də qapını bağlayırlar, otururlar, həzin musiqilərə qulaq asırlar, şeirlərə qulaq asırlar və gözlərindən yaşlar tökülür. Və bir də görürsən özlərinə gəlirlər, qollarını çırmalayıb təzədən işə başlayırlar. Əkizlər hara gedirlərsə uğur onlarlandır, ruzu onlarlandır, bərəkət onlarlandır. Bir də sizə bir söz deyim. Əkizlərin qarğışına heç vaxt gəlməyin. Əkizlərin qarğışı da, alqışı da tutur. Bir əkiz, əkizlər bürcündən olan xanım və yaxud da bəy olsun, dizin yerə qoysun, üzün qibliyə çevirsin və əllərin Allahın dərgahına açsın, Allahdan bir insana alqış və yaxud da qarğış eləsin. İnanın o qarğış da tutur, alqış da tutur. Çünki əkizləri idarə eləyən, əkizləri qoruyan mələklərdir. Əkizlər lap suyun dibinə qədər gedər, suyun dibindən Allah Taala onu dartıb çıxardar. Əkizlər elə bilər dünyanın sonudur və ömürlərin sonudur, amma ola bilər ki, Allahın köməyinə Allah onları elə bir bağlı qapı açar ki, və onların həmişə ruzusu, bərəkəti çox olar. Əkizlər getdiyi evdə işıq olar, nur olar. Əkizlər getdiyi evdə ruzu olar, bərəkət olar. Çalışın əkizlərin qəlbini qırmayasın. Çalışın əkizlərin ahına tuş gəlməyəsin. Onların ahı yeri göyü dağıdır. Məndən sizə deməkdir. Ona görə də əkizlərin kişiləri ailə canlı, ev canlıdır. Amma əkizlərin xanımlarında çılğınlıq var, romantika var, ehtiras var, şəhvət var və sevdiyi insanı dəlicəsinə sevər. Ümumiyyətlə, əkizlər bürcü doğulan insanlar, hətta dostların belə qısqanırlar. Heç kimə istəmirlər ki, dostları bölüşsünlər, sevdiyi insanı bölüşsünlər. Amma əkizlər bürcü doğulan insanlar, mən onu deyərdim ki, sizi Allah qoruyur və Allah sizə həmişə ruzu bərəkət verəcək. Əkizlər bürcü doğulan insanlar müqəddəs 5-ci günü əgər Allahın evinə, ziyarətgaha haçan getsələr, çünki 5-ci gün əkizlərin ən gözəl günüdür. Ona görə də onlar 5-ci gün dualar etsələr və müqəddəs yerlərə getsələr, onların duaları qəbuldur. Və əkizlərin də bir xüsusiyyəti var. Əkizlərin ürəyinə daman həmişə həyatda olur və yuxuları da çox vaxt şirin çıxır. Ona görə də əkizlərin 6-cı hissləri, bəsirət gözləri daima açıqdır. Onlar həmişə öz hisslərinə allanırlar. Çünki niyə görə ki, hisslərinə allanırlar, niyə görə? Ürəyi aldadır onları. Amma əkizlər çox ağıllıdır.
müdrikdir və əkizlər həddindən artıq vəfalı sədaqətlidir. Əkizlərlə dost olan inanın ki udar. Əkizlərlə düşman olan həyatda uduzacaq. Niyə görə? Əkizlərin ahı onları qoymayacaq artmağa. Ona görə də demiyorlar Azərbaycanda ailəsi dağılan, evi dağılan, nişanı qayıdan, işi yarımçıq qalan çoxlu əkizlər bürcü altında doğulan xanımlarımız var. Və o xanımlara Allahdan xoşbəxtlik və bəxtəvərlik arzulayıram və onlar öz sevgilərinin qurbanı olublar. Onlar əsl qurbandılar. Niyə görə? Ürəklərin təmizliyinə görə. İndi mən deyəcəm nədir, nə deyil. Bax, əkizlər bürcü altında doğulan insanlar kimlərlə ailə qursalar xoşbəxt və bəxtəvər ola bilərlər. Əkizlər bürcü altında doğulan insanlar xərçəy bürcü, şir bürcü, tərəzi bürcü altında doğulanlarla uğurlu nikahları əla olar. Amma əkizlər bürcü altında doğulan insanlar qız bürcü və oğlaq bürcü altında doğulanlarla nikahları qənaət bəxş deyil. Mən demirəm, amma alınmaz. Bəlkə də sizin aranızda xoşbəxt olanı var. Əkizlərdən, oğlaqlarla, qız bürcü altında doğulanlarla. Amma qızlarla əkizlərinki ümumiyyətlə tutmur. Oğlaqlarla əkizlərinki ümumiyyətlə nigah sarıdan tutmur. Ola bilər, yaxşı dost ola bilərsiniz. Amma ola bilər ki, bəzilərinizə dostluq davam edir. Ancaq onu da bilin ki, dostluğunuz da tuta bilər, amma sevginiz əkizlər bürcü altında doğulanlarla qız bürcü və oğlaq bürcü altında doğulanlarla heç də yaxşı alınmır. Əkizlər bürcü altında doğulanların ən uğurlu günü xoşbəxt gün, deməli cümədir, 5-ci gün. Xoşbəxt ay, aprel-avqust ayı. Xoşbəxt rəqəm 5 rəqəm. Ən yaxşı da əkizlər bürcünün talismanı da Aleksandrit daşıdır. Aleksandrit daşı xanımlar qızılda, bəylər də gümüşdə saxlasalar uğur əldə edə bilərlər. Və mənim əzizlərim, 2026-cı il çılğın at ili əkizlərə nələr vəd edir? Əkizlər keçən ildə, o birisi ildə eşqdə, məhəbbətdə yarımadılar. Maddi imkanlarında da biraz problemlər oldu. Amma onu deyə bilərəm ki, bu maddi imkanlarınızın aşağı düşməsi, eşq, məhəbbətdən yarımamazlığınız sizin, əkizlər bürcü altında doğulan insanlar, sizin öz ürəyinizdən asılıdır. Əkizlər bürcü, yadınızda saxlayın, sizi göz yaşlı qoyan, sizin işlərinizi yarımçıq qoyan, istər biznesdə, istər karyerada, istər sevgidə, hər şeydə yarımçıq qoyan sizin ürəyinizdir. Siz ürəyinizin səsinə qulaq asmısınız, irəli getmişsiniz, ona görə də uduzmuşsunuz. Amma 2026-cı il əkizlər bürcü altında doğulan insanlar inşallah may ayından başlayaraq, əgər siz ürəyinizin yox, ağlınıza və hisslərinizə inanaraq hərəkət etsəniz, uğur da, şans da, sevgi də sizin olacaq. Çünki bu vaxta kimi sizi yolda qoyan sizin ürəyinizdir. Ürəkdə 2026-cı il ürəyin sözlərinə baxmırsınız, ağlınıza və hisslərinizə gedin. 2026-cı il əkizlər bürcü altında doğulanlar üçün düz 2027-ci ilin fevral ayının 17-sinə kimi sevgi, məhəbbət, ruzu, bərəkət, yarımçıq qalmış sevgilərin tamamlanmağı, ondan sonra biznesdə uğurlar əldə edilmək, başqa ölkədə yaşamaq, ondan sonra sənət, dokument işlərinizə uğurlu əldə etmələr və çoxdan gözlədiyiniz, həsrətində olduğunuz insanlardan bir zəng sizin həyatınızı bütövlüklə dəyişdirə biləcək. Və əkizlər bürcü altında doğulan insanlar, bunu mən 100% deyirəm, altından da qol çəkirəm ki, bu vaxta kimi sizin ağlar gözləriniz və sınan qəlbiniz yarımçıq qalb, amma inşallah bu ilin aprel ayından sonra sizin ağlar gözlərinizdə sevinəcək, sınıq qəlbinizdə güləcək və arzunuz ürəyinizdə qalmayacaq, muradınız gözünüzdə qalmayacaq. Və əkizlər bürcü altında doğulan insanlar, mən geniş şəkildə məlumat verəcəm, amma bilin ki, 2026-cı il əkizlər uğur sizinlədir, şans sizinlədir, sevgi sizinlədir və həyata yenidən yaşamaq ümidi ilə həyata ayaqlarınızı basırsınız və bəsdirin tənbəllikdən. Elə olub, bəsdirin, çıxın evdən. Çıxın evdən, əlinizi qolunuzu fırladın, bir dəfə, iki dəfə gedirsiniz, alınmır və bezirsiniz. Amma bezməyin. Bir işin dalıyca 5 dəfə də olsa gedin, uğur da, şans da sizin olacaq. Əkizlər bürcü, mən sizi sevirəm.
Allah sizi və sevdiklərinizi qorusun. Əkizlərim, mənim canlarım, mənim ciyərlərim, mənim ürəklərim sizinlə dost olan həyatda udur, sizinlə düşman olan həyatda uduzur. Sağ olun, sağlıqla qalın, öpürəm sizi. İnşallah bundan sonra isə xərçəng bürcü altında doğulanları paylaşacağım. Allah'a əmanət olun. Sağ olun, sağlıqla qalın. Bəyənin, təqib edin və izləyin səhifəmi.